Salam cennet Ele hala. kimi salam, edə qiriçə, itiyu başı sar ki, qapımdan keçəndə hürmesin. Sağ gelmemiş. Ha, Yeri, Şehzade hanımın gelir, kapını aç. Yallah! Ay anama mən qurban olum, yenə niyə hirslənib, hə? Yeri, Deyirsən qapını açın? He. Bax, hirslənmə arvad, qılıçların çoxalar! ay saqqal yağarmış! Gəldim Sevda! Seni görüm südasız qalasan. Ne oldu Bayaz, niye kapını geç açtın? Yenə qaynanamın qanı qaradı. Məndən sənə məsləhət, nə desə çalış gülümsə. He, sonra da desin ki məni elə salırsan. Çox yox ki, ağsuçu. Yaxşı. Hə, İlqar zəng eləsə de ki, mən filarmoniyadayam. Yaxşı. Hələlik. Salam anacan. Orada qurdalanmaqdansa, get suda qalan paltarlarını sər. Sədaqət yuyub sərib anacan. Nə vaxtacan qonşu sənə paltar yub sərəcək? Atan qulluqsudur. Sən fərdi gəlinsənsə, qaxlı otur xarabanda. Adam öz evinin xanımı da olar, qulluqçusu da. Axı niyə elə deyirsən anacan? Məyər təkcə evdir? Poliklinikada nə qədər işim var? Həkiməm axı. Həkiməm, matat, kesən. Görürəm, bar dövlətin başından açır. Həkimlər var ki, bir dana diş çəkir, 10 manat alır qoyur bir yana. Köpük üstə qoyur. Xəlxəlçə yesi, daş yesi, öydəki əqlər verir. Amma sən, tanış bir işin, qonşunun dişini qurdalamaqdan başqa əlindən heç nə gəlmir. Ah, özündəki uqquluğu. Mənə bax, yaxşı yadıma düşdüm. Ağaz, o nədir qonşu edimisən ki, həkimin gerək əlləri tərtəmiz olsun, hə? Mən başqa mənada demişəm o sözü. Hə? Deməli mən anlamıram, deməli mən qanmıram, mənim başım boşdur. Bəs onda niyə dayanmırsan? Gətirim onu, tək! Axı mən sizə neynəmişəm? Ağız daimından artıq neynəcəksən, ağzımı açmağa imkan vermirsən. Birin deyirəm, beşin deyirəm, beşin deyirəm, 15'in yatısı. Ne istəsən məndən, hə? Yox, bəs mən! Daha mənim sizə sözüm yox. Ağız daimından artıq nə sözün olacaq, hə? Ağız qoğum məğribi içində mən rüsvay cahan eyləmsən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qaynaya qulluq eləməyindən dəm vurur. Mən kimlə nəfsliyəm, hə? Bəlkə öyle gündən keçir ki, qaynana sənə qulluq eləsin, hə? Yox, mən sənin üçün o qaynanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orada tutturmalıdır. Girsən ana, qoy Ayaz gəlsin. Mən bu evin gəlsiyəm. Ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalı.